Psixologiyada ən yanlış məlumat tərzi ümumiləşdirilmiş məlumatlardır. Qadın belədir, kişi belədir, temperamentinə, xarakterinə, xasiyyətinə, böyümə tərzinə, dünya görüşünə, savadlılıq dərəcəsinə, ətraf mühitinə, yaşadığı yerə, yaşına, statusuna və sair baxmadan o belədir, bu elədir tipli yanaşmalar. Bunlar yanlışdır, elmi deyil. Bunlardan biri də odur ki, qadın çox danışırsa, deməli hələ də ümid var. Vay o hala ki, qadın sussun. Qadın sustusa, danışmadısa, deməli təmiz əlini üzüb, ümidi qırılıb, bu daha pisdir və s. Bax, bu cür ümumiləşdirilmiş yanaşmalar düzgün deyil. Baxır qadına. Qadın var ki, məsələni çox danışaraq həll eləməyə çalışar. Qadın da var, az danışaraq həll eləməyə çalışmağa üstünlük verər. Yəni, bir qadının çox danışmasını hər zaman problem həll etmə istəyi kimi qəbul edə bilmərik. Bəlkə qadın eyni şeyləri həmişə eyni cür deyə fırlanır. O demək ki, problem həll eləmək istəyir. Qaldı ki, bütün problemlərdə hər zaman danışaraq həll edilməz. Bəzən elə yerlər var ki, orada susmaq daha yaxşıdır. Əsas odur ki, problemi necə həll etmək lazım olduğunu bilsin və onu eləsin.